Choose the correct sentences. Düzgün cümlələri seçin. Carrying this bag are difficult. Mübtəda xəbər uzlaşmasına diqqət etsək, bu çantanı daşımaqdan söhbət gedir və bizim əgər mübtədamız gerund və ya infinitivlə ifadə olunubsa, yəni əvvəldə bir gerund və ya bir infinitiv görürüksə, xəbərimiz təkdə olmalıdır. Burada isə cəm qeyd olunduğu üçün cümlə düzgün hesab olunmur. İkinci cümləmizdə winners of the competition were very delighted. Yarışın qaliblərindən söhbət gedir və ümumiyyətlə sözünü varsa, sözündən əvvəlki hissədə dayanan ismimiz bizim mübtəda funksiyamızı icra edir və qaliblər cəm olduğu üçün xəbərin were deyə qeyd olunması cəmdə doğru götürülür. Üçüncüdə the price of the flowers was low. Güllərin qiymətindən söhbət gedir. Yenə ikinci cümlədəki kimi eyni qaydaya əsasən təyin edəcəyik uzlaşmanı. Of-dan əvvəl price qiymət tək olduğu üçün xəbərin was təkdə olması doğru hesab olunur. Dördüncüdə eating too much are bad for your health. Həddən çox yemək yeməkdən söhbət gedir və bizim mübtədamız yenə gerundla ifadə olunmuşdu. Hansı ki bir gerund mübtədadırsa, xəbər təkdə olmalıdır. Are cəm hesab olunduğu üçün dördüncü cümlə doğru hesab olunmur. Düzgün cavabımız 2 və 3 götürülür.